Daha bir Talış fəalı Cahit Kamal Türkiyədə tutularaq Azərbaycana təhvil verilibdir. Cahit Kamal Rusiya vətəndaşıdır. Talış məsələləri ilə, siyasi fəallığı ilə seçilib və bu artıq neçənci hadisədir ki, Azərbaycan bu il Talışlardan həbs edir. Bu gün mən bu məsələlər haqqında danışmaq istəyirəm. Yəni nəyə görə Əliyev Talışlardan belə qorxur? Yəni bunun qorxaqlığının səbəbi nədədir? Azərbaycanda güc mərkəzləri, bir neçə güc mərkəzləri var. Bu güc mərkəzləri, yəni ideoloji güc mərkəzləri əsasən türkçülük, şiəlik və talışlar arasında bölünürdü. Həmçinin erməniləri də bura aid etmək olar. Yəni Azərbaycan əvvəl Qarabağın ermənilərinin də onlara aid olduğunu iddia edirdi. Ermənilərə yaşamaq hüququ falandan danışırdı. Halbuki bunlar hamısı boş-boş söhbətlərdir, amma ermənilərin də Azərbaycanda, yəni Artsaq, yəni Qarabağda bir idarə etməsi var idi və bu da Azərbaycana öz təsirini göstərirdi. İlham Əliyev ilk olaraq erməni məsələsini zərərsizləşdirdi. Yəni erməni məsələsi elə zərərsizləşdirildi ki, bu Azərbaycan xalqının da İlham Əliyevə kömək etməsi ilə baş verdi. Yəni bu oyunu çox mahir oynadılar. Yəni məsələni ermənilərin üzərinə atmağı və fikri ölkənin içindəki daxili problemlərdən yayındırmağı çox mahir bacardılar. Həmçinin burada İlham Əliyev türkçülükdən öz xeyrinə dəfələrlə istifadə edib. Mən əvvəl də bildirmişəm bunu. Türkçülükdən daim bir prezervativ kimi istifadə olunub. İstifadə edib İlham Əliyev, sonra atıb qırağa. Bunu həmişə belə edib. Yenə də elə eləyəcək. Yəni bu türkçülərin çox təəssüf ki, oyanmaq, həqiqəti başa düşmək məsələsində çox zəifdilər, əqidəcə çox zəifdilər. Nəyin arxasında olması məsələsində çox zəifdilər. Yəni bu qədər əhali ölür, acından qırılır, insanların pulu yoxdur, qaçırlar xaricə. Bu insanlar hələ də yapışıb, nə bilim, 20 əsr əvvəl, nə bilim, filan adım əvvəl belə olub, elə gedib. Bu cür boş-boş mövzularla İlham Əliyev buna başını qatır və özünün içində istifadə edə bilir. Daha sonra bunlarla paralel şiəliyin üzərinə çox ciddi hücumlar oldu. Şiə alimlər həbs olundu, şiə dindarlar həbs olundu. Təbii ki, mən burada başa düşürəm, bəzi məsələlərdə, yəni insanlar da deyir, bura Azərbaycana təhlükə var və bizə uyğun bir sistem deyil bu. Və bəzi məsələlərdə haqq verə bilərəm. Misal üçün, İrandakı sistem bizdəki sistemə heç uyğun gəlmir. Yəni, mən şiəliyi çox təqdir edirəm, amma bunun dövlət idarə etməsində olmasına istəməzdim. Yəni, şiəlik bir institut olaraq formalaşmalıdır, sərbəst hərəkət etməlidir. Bu bizim mədəniyyətimizin bir hissəsidir. Amma dövlət idarə etməsində olmamalıdır. Amma İlham Əliyevin məsələsi bu deyil. Yəni, şiəliyin inanmıram ki, ümumiyyətlə İranın belə bir niyyəti var ki, güya Azərbaycanda şiə dövləti yaratsın. Bu nağıl məsələdir. Nəyə görə? İlk olaraq onu deyim ki, baxın, İranın İraqda və digər ölkələrdə mütləq gücü var idi. İstəyir Suriyada olsun, istəyir İraqda olsun və digər yerlərdə olsun. Və həqiqətən də şiələrdə dəstəkləyirdi. Amma burada şiə dövləti yaratmaq məsələsinə və bunu öz ərazisinə qatmaq məsələsinə heç vaxt əl uzatmadı. Çünki İranın bu xarici siyasəti eynən digər ölkələrdə inqilab etmək, digər ölkələrdə bu məsələni gündəmə gətirmək, lakin dövlətin başına gətirmək deyil. Digər məsələ də ondan, məsəl üçün, bura onların hətta Bosniya və digər ölkələrə yardımlarını da deyə bilərəm. Yəni burada şiəlikdən daha çox digər məsələlər var idi ki, İranın yolunu açmaq, müsəlman dövlətlərini çoxaltmaq, daha çox kömək etmək. Burada siyasət tamam fərqlidir. Digər tərəfdən İranın daxili siyasətinə baxın. İranın daxili siyasəti artıq dəyişir. Yəni 2016-cı ilə qədər İranın qərblə hətta yaxınlaşan bir siyasəti var idi. Tramp gəldikdən sonra bu siyasət dəyişməyə başladı. Aralarındakı müqavilələr ləğv edildi. Amma
İndinin özündə də özünüz də görürsünüz ki, əhalinin tələblərinə heç də çox da radikal yanaşmırlar. Yəni bir neçə dəfə oldu, insanları öldürdülər, baş açmaqla bağlı məsələlərə radikal yanaşdılar. Daha sonra bunun üstünə çox getmədilər. Həmçinin İranda tarixi liderlərin, Sasanilər dövründən qalmış liderlərin abidələri açılır. Yəni görürük ki, İran artıq şiəlik məsələsində qalır, amma eyni xəttlə də milli siyasət də aparmaqla məşğuldur. Yəni bunu təkcə şiəliklə etmək istəmir və əhali də təbii ki, bunun çoxdan tərəfdarıdır. Yəni İran əhalisi tamam fərqlidir. Yəni demək istədiyim budur ki, İran Azərbaycanda şiə dövləti qurmaq istəyir. Bu nağıl məsələdir. Yəni nağıl məsələdir. Şiələr də dəstək verəcək. Yəni bu var. Bəzi şiələr İrandan dəstək alır. Bəziləri ümumiyyətlə əlaqəsi yoxdur. Bəziləri sadəcə rəğbət bəsləyir. Təbiidir, yəni qonşuluğumuzda ölkədir. Azərbaycanda bəzi türkçülər var ki, Türkiyənin az qala bir yerinə girirlər. Yəni biz bundan heç danışmırıq. İran məsələsini qoymuşuq məsələni qabardırıq ki, bu belə getdi, belə gəldi. Belə söhbətlər yoxdur. Yəni biz çox şişirdirik məsələni. Təbii ki, İlham Əliyev şişirdir. Güya İran bizə böyük bir təhlükədir, belə olacaq, elə olacaq. Azərbaycan insanının özünün yaşam tərzi var və inanmıram ki, nə vaxtsa Azərbaycan hansısa bir dini dövlətə çevrilsin. Təbii ki, əhalinin yarısını qırmasalar, bu belə olası deyil. Yəni bu da nağıl söhbəti. Hansının heç kim yarısını falan qıran deyil. Digər məsələ, Azərbaycanda bax bu şiələrə də qarşı belə hərəkətlər başladı. Nardaran hadisələri, digər hadisələr və digər insanların həbs olunması var idi burada. Şiə liderlərinin indi də təzyiq göstərirlər, məscidlərin bağlanmasına çalışırlar. Həmçinin Azərbaycana yad olan dini mənşəli elementlər gətirməyə çalışırlar. İndi bəziləri buna vəhhabilik deyir, sünnilik deyir. Mən yəni sünnilərin də içində yaxşı insanlar tanıyıram. Yəni təbii ki, buna bir problemim yoxdur və sünnilik Azərbaycanda olub. Sünni təriqəti bizdə olub və sünniliyə yaxın təriqət bizdə olub. Hətta Talışların İran hissəsində bir çoxu sünnilərdir. Səfəvilər həmin dövrdə şiələşmə dövründə dağlıq ərazilərə çox getmirdilər. Həmçinin Talış bölgəsinə təzyiq etmirdilər ki, çünki Səfəviliyin özü də sünnilikdən yaranıbdır. Sünni təriqətindən yaranıbdır. Daha sonra şiəliyə çevrilmişdi. Ona görə çox təzyiq eləməmişdilər bizimkilərə. İran tərəfdə bu hələ də sünni icmalar qalmaqdadır. Amma mən söhbət edirəm ki, Azərbaycana kəşfiyyat xətti ilə, yəni bir çox ölkələrin maliyyəsi ilə, Azərbaycanın dəstəyi ilə gətirilən yalançı dindar insanlar var. Və bu dindar insanlar çox təəssüf ki, böyük əksəriyyəti sünni təriqətindəndir. Bunları vəhhabi də adlandırırlar, onlar özlərini başqa cür də adlandırır. Amma kimlərdən söhbət elədiyimi görürsüz. Yəni bu təriqətləri də əslində Azərbaycanın daxilində formalaşmış şiə dini institutunu məhv etməyə çalışırlar. Digər cəhətdən isə onların məhv edə bilmədiyi, yəni əhalini biz qarşı çıxara bilmədiyi digər qüvvə var və axırıncı qüvvə var. Bu Talışlardır. Talışlar çox açar bir fiqurdur Qafqaz üçün. Və bu dəqiqə bizim mübarizəmizi bir çox insanlar başa düşmür. Yəni başa düşmürlər ki, biz nə üçün vuruşuruq, bizim mübarizəmiz niyə əhəmiyyətlidir. Mən bunu başa salmaq istəyirəm. Biz açar bir fiquruq. Yəni Qafqazda biz həm şiələrə təsir edə bilirik, həm özümüzün ciddi bir təsir dairəmiz var talışçılıq xətti ilə. Həmçinin türklərə təsir edə bilirik şiəlik xətti ilə və həmçinin etnik haqlar mövzusundan, insan haqları mövzusundan Ləzgi və Avar və digər yerlərə də nüfuz edə bilirik. Hətta bu təsir Azərbaycanın kənarlarına da gedib çıxır. Həm İran, həm Gürcüstana biz təsir edə bilirik. Ermənistanla əlaqələrimiz var, Ermənistana təsir edə bilirik. Rusiyada da öz təsir metodlarımız var. Halbuki bizim nə dövlət idarəmiz var, nə də böyük bir maliyyəmiz var. Yəni biz amma bunu ideoloji xəttlə aparırıq. Və Azərbaycan hökuməti nə edir etsin, bizi heç kimdən düşmən edə bilməyib. Yəni Talışlara qarşı
trollar var, bu axmaq adamlar var, gəlir nə bilim kimsə talışlardan danışanda ağzını 1 metr açır, separatçı falan başlayır gic-gic danışmağa. Halbuki separatçıdan böyük İlham Əliyev də oturub ölkənin başında Naxçıvanda Muxtar Respublika eləyiblər. İstənilən vaxtı da oranı ayrıca bir dövlət eləyə bilərlər. Bununla heç danışan yoxdur. Nəysə, bu məsələdə İlham Əliyevin radikallaşdıra bilmədiyi və üstünə gedə bilmədiyi bir dənə millət var, bir dənə ideologiya var hal-hazırda. Bu da talışlardır. Yəni baxın, erməniləri Azərbaycanlıların gözündə radikallaşdırdı. Türkləri Azərbaycanda radikallaşdırdı. Yəni türkləri digər millətə qarşı istifadə elədi. Daha sonra türkləri istifadə elədi ermənilərə qarşı, erməniləri radikal göstərməyə başladı. Daha sonra şiələri də paralel olaraq bu hadisələrlə radikallaşdırmağa başladı və radikal bir qüvvə kimi göstərməyə başladı. Baxın, talışlara bunu edə bilmirlər. Yəni bütün media vasitələri dalını dağıdır daha da özlərini lezvalayıblar, atıblar ortaya. Heç nə edə bilmirlər. Bütün gün barbar bağırırlar ki, nə bilim talış separatçısı belə gəldi, elə getdi. Amma bir talış Azərbaycanda çölə çıxanda üzü ağdır. Yəni heç kimin yanında əyilib eləmir və heç kimin qabağında gözü qara deyil. Talışın öz üsulu var. Nə qədər bizə şər atırlar, nə qədər qara yaxırlar, bizi məğlub edə bilmirlər. Buna görə də mən keçən dəfə dedim, bəzi adamlara gülməli gəlir, amma bu dəqiqə İlham Əliyevin it kimi qorxduğu, yəni bir əqidə var, bu da talışçılıqdır və talışın ətrafında olan bütün əqidələri dağıdıblar. Bütün ideoloji xəttləri dağıdıblar. Şiəli idi, ermənili idi, türkçülük idi. Bütün bizim ətrafımızdakı bu əqidələri dağıdıblar. Bir talışlara əl dəyə bilmirlər. İndi də nə edirlər? Həbs etməyə başlayırlar. Həbs etməyin məqsədi nədir? Qorxutmaq və radikallaşdırmaq. Yəni birincisi istəyirlər ki, talışlar qorxsun, bu işlərlə məşğul olmasın. İkincisi radikallaşsınlar, daha belə radikal açıqlamalar versinlər, daha emosional açıqlama versinlər və digər Azərbaycandakı əhali bizə qarşı yönəldilsin. Budur istək. Bəs biz burada necə hərəkət etməliyik? Öz işimizdə olmalıyıq. Bizim sözümüzün axırı da, əvvəli də, axırı da İlham Əliyevdir. Təbii ki, yəni türkçülərin içində falanda kimsə ona kömək eləmək istəsə, biz onlara da öz sözümüzü deməliyik, amma yəni bu onlara qarşı düşmənçilik siyasəti olmamalıdır. Mən yenə deyirəm, heç bir türk bizim düşmənimiz falan deyil. Bizim düşmənimiz yoxdur ümumiyyətlə. Bizim bir dənə düşmənimiz var, o da İlham Əliyevdir. Amma burada bir məsələ var. Əgər bir türkçü öz beyni ilə, öz əqidəsi ilə İlham Əliyevə xidmət üçün yönəlibsə, bu həm də türk xalqının düşmənidir. Yəni İlham Əliyevin siyasətini dəstəkləyənlər türkçülər həm də türk xalqının düşmənidir. Bunu yadınızda saxlayın. Və talışların mübarizəsi də neytral olaraq getməlidir. Yəni biz nə qorxmalıyıq? Yəni bunu mən xaricdə oturub deyirəm. Bilirəm ki, Azərbaycanda yəni bu məsələ başqa cür qavranıla bilər. Qorxmaq məsələsi o demək deyil ki, mən bu dəqiqə deyirəm, yəni Azərbaycanda necə gəldi hərəkət edeyim, tam sərbəst hərəkət edeyim. Xeyr. Məntiqlə ehtiyat tutaraq, qorxu və ehtiyat başqa şeylərdir. Yəni mən də Azərbaycanda olmuşam. Amma mən içimdə qorxu yox, ehtiyat gəzdirmişəm. Yəni ehtiyatınızı tutun. Bizə lazım deyil ki, kimsə Azərbaycanda həbs olunsun və yaxud da Azərbaycan kənarda həbs olunsun. Mümkün qədər ehtiyatlı tutun. Olanda olur. Amma bacardığınız qədər ehtiyatınızı tutun. Nə qədər qorxusuz olsanız da, nə qədər mərd olsanız da, burada bizim çıxıb özümüzü göstərmək vaxtı deyil ki, yəni biz belə eləyik, elə dağıdarıq, belə vurarıq. Biz ondan danışmırıq. Biz ehtiyatlı olmalıyıq və qorxmamalıyıq. Və öz işimizi də görməliyik və bu iş radikallaşmamalıdır. Yəni mən qətiyyən istəmirəm ki, İlham Əliyevin hərəkətləri Azərbaycan xalqının hərəkətləri kimi qələmə versin. İlham Əliyev Azərbaycan xalqını təmsil etmir. Azərbaycanda bir sıra zombi var ki, onun yürütdüyü siyasəti təbliğ etməyə çalışır. Bunlar zombilərdir. Bunlar Sovet dövründə də var idi. Baxın, Sovetlər dağılmamışa qədər nə qədər insan vardı? Leninçilik, nə bilim, Stalinizm falan.
gic-gic danışırdılar. Bunların hansı hazırda ortadadır? Yəni ortada çox az qalıb. Yəni bir 5-10 nəfər tapa bilərsiniz, tapa bilməzsiniz. Bu türkçülük məsələsində də İlham Əliyevi tərifləyən türkçülərdən söhbət edirəm. Bunlar gəldi, gedərdi. Bunlar sistem adamıdır. Yəni o dövlətin başındakı bu türkçülüyü təbliğ edən insanlara baxın, bozbaş adamlardır. Yəni bunların heç türk milləti ilə aidiyyəti yoxdur. Sabir Rüstəmxanın kimin yanında hörməti var? Türk xalqı üçün nə edib? Çıxıb orada burada nə bilim qurd kimi ulama azad, belə məsələlər. Yazıq uşağın nəvəsini də orada özünə tay eləyib, yəni biabır eləyir. Yəni bu tip insanlar türklərin özünə də ləkədir. Bunun bir çoxları başa düşür, bəziləri də başa düşmür və biz bu insanları yola verməliyik. Yəni sözümüzü deməliyik, onlara qarşı sistem hazırlamalıyıq bu öz yerində. Amma bu o demək deyil ki, Azərbaycanlılar bizim düşmənimizdir. Bu qətiyyən nə Talıştay tərəfdən, nə Azərbaycan tərəfdə belə başa düşülməsi deyil. Bu İlham Əliyevi qidalandıran məsələdir. Yəni biz bir-birimizə nə qədər nifrət etsək, İlham Əliyev buradan daha çox qidalanacaq. Bu insan nifrətin üstündə qurulmuş siyasət aparır və nifrətlə qidalanır və biz onu belə deyim, qabağa sala bilmərik bu məsələlərlə. Həm türklər, həm Talışlar özündə işləməlidir. Talışlar işləyir, türklərin özünə qalıb artıq. Biz bu məsələləri öz içimizdə təhlil edirik, başa düşürük. İllərlə də biz bu siyasəti aparırıq. Yəni bu gün də Azərbaycanın çökməməsinin bir səbəbi var, bu da Talışlardır.